Ayənin orijinalında həmd sözünün ümumilik mənasını bildirən müəyyənlik artiklı ilə verilməsindən belə nəticəyə gəlir ki, bütün həmd sənə yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur. Hətta yaxşı işlərə səbəb olan bir insana, insanlara hidayət yolunu göstərən hər hansı peyğəmbər və ilahi rəhbərə, elm öyrədən müəllimə, cömərtlik edən səxavətli şəxsə, ölümcül yaraya məlhəm qoyan həkimə və başqalarına edilən təşəkkür də dolayısıyla Allaha gedib çatır. Çünki bu nemətlərin hamısı O'nundur. Başqa sözlə desək, əgər günəş işıq saçırsa, buludlar yağış yağdırırsa, yer öz bərəkətini üzə çıxarırsa, bütün bunlar da Allahın tərəfindən verilən nemətlərdir. Buna görə də hər bir işin həmd sənası yalnız Allaha məxsusdur. Aydın olur ki, həm də aləmlərin Rəbbi Allaha məxsusdur cümləsi həm Allahın zatındakı, həm sifətlərindəki, həm də işlərindəki tövhidə işarə edir. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.